Aprelin 1-dən 2-sinə keçən gecə Bakı şəhəri Bilbir prospekti 20 ünvanında yerləşən Ölkə Əhəmiyyətli Memarlıq Abidəsi o Nizami Kino Mərkəzinin binasına müdaxilə edilib, yəni müdaxiləyə məruz qalıb. Bir neçə nəfər Nizami Kinoteatrının binanın fasadına boya vasitəsilə cızma-qaralar yazıblar, sözlər yazıblar, rəqəmlər yazıblar. Onların hamısını mən də gördüm. Çünki mən Kinoteatr Nizamilə qarşı-qarşıya olan binada yaşayıram. Uzaqdan müşahidə etdim. Düzdür, mən gedib çəkmədim, amma sağ olsun bunu ictimailəşdirdilər. Düzdür, müdaxilə qısa müddətdə aradan qaldırılıb, o sözlər, ifadələr oradan götürülüb. Artıq bu məktəblilərə, təbii ki, bunu edən məktəblilərdir. Onlar üçün artıq cinayət işi açılıb. Təbii ki, bu tarixi binaya bir müdaxilə olunması, o qeyri-etik sözlərin, ifadələrin yazılması, ümumiyyətlə heç qeyri-etik deyil. Orada o sözlərin, ifadələrin yazılması doğrudan da memarlıq abidəsinə, tarixi bir binaya, deyərdim ki, düşmən münasibəti olan insanlar edə bilər də. Nizami Kinoteatrı deyəndə hamı deyib, bilir və harada olduğunu həmən bilir ki, bu bina qorunmalıdır və qorunur da. Həmin gənclər üçün, məktəblər üçün cinayət işi açılıb. Onların hər birisi bahalı, çox bahalı bir məktəbdə təhsil alırlar. O ödəniş də illik 10-16 mindir. Burada mən şahidi oldum ki, birinin valideyni taksi sürücüsüdür. Və mənim üçün maraqlıdır, taksi sürücüsü hara? 10-16 min illik ödəniş etməyi ara. Xatırlayırsınız da, mən bir dəfə paylaşım etmişdim. Tərtərdə bir məktəbdə 10-cu, 11-ci sinif şagirdləri məhz məktəbin otaqlarının birində seks fəaliyyəti göstərirdilər. Bir neçə qız, oğlanlar, bunu mən ictimailəşdirəndən sonra mənə çox xəbərdarlıq gəldi ki, bunu etməyin, az yaşlıdır, məktəblidirlər, falan. Dedim, yaxşı, bu məktəblidir, az yaşlı, deyirsiniz ki, heç bir söz deməyin. Axı, məktəbli bunu etməməlidir. Məktəbli qız, deyir, kəndlər var idi ki, 5 manatdan pul yığırdı ki, filan məktəbdə 5 manata filan qızlar seks fəaliyyəti göstərir. Bəs yaxşı, bunu edən qızları həm də deyirlər, bunlar az yaşlıdır, adını çəkməyin, məktəblidir. Məktəblinin biz adını çəkmirik. Özləri video çəkiblər seks fəaliyyəti vaxtı və onu hər yerə yayıblar öz səhifələrində. Təbii ki, biz də münasibət bildirməliyik. İndi bu gənclərin, biz münasibət bildirəndə, adlarını çəkəndə təbii ki, deyəcəklər məktəblidir, falandır. Bəs məktəbli bunu edər. Öz qızlar edib bunu. İstinad edirəm Modern.az-a. 2009-cu ildə Bakı şəhərində anadan olmuş Bərxudayeva Münəvvər Taleh qızı. 2010-cu ildə Bakı şəhərində anadan olmuş 10-cu sinif şagirdi Muradı Layla Samir qızı. 2010-cu ildə Bakı şəhərində anadan olmuş 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşılı Şəfiqə Farid qızı. Siz nə etmək istəyirsiniz? Qızlar, siz nə etmək istəyirsiniz? Bax bununla. Ən ağır cəza bu qızlara verilməlidir. Bu məktəblilərə verilməlidir. Və deməyin ki, bunlar az yaşlıdır, yeniyetmədir, məktəblidir, bunların adı çəkilməməlidir, toxunulmazdır. O bina da toxunulmazdır. O bina da, tarixi abidə də toxunulmazdır. Bəs ona niyə toxundunuz? Burada bir neçəsinin atası iş adamıdır. İş adamı olduğunuza görə Bakını, tarixi abidələri məhv edəcəksiniz. Təbii ki, buna hüquqi tərəfdən mütləq cavab verilməlidir.